Salamlar. Necəsiz? Biz bu günləri çox qəşəng yerlərə gedəcəyik. İkimiz çıxmışıq, uşaqları azdırmışıq evdə. Nənələri yanına qoymuşuq. Gedək görək başımıza nələr gəlir. Deməli gəldik 28 maya. Buradayıq. Baxın çəkirəm o hissəni. İndi hara gedirik? Bizim yolumuz haradır? Teymur sonra gedirik. Manatlıq yerə. Sizin için gedirəm, çəkirəm. Keçən videolar birində demişim ki, gedib çəkəcəm sizin için və maraqlı olar yəqin ki. Çünki xanımların ən çox sevdiyi yer. Yəni biri də mən çox sevirəm elə yerləri. Bu yerdən çox xoşmuyam bu binada. Bu da 28 moldur və bu da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti. Ekskavatorla düşüyor yoksa dəhşət külək var. Bildiğiniz külək ha. Hava çox qəşəng əslində. Külək olmasa çox qəşəngdir. Gedirik görək kişi bizi hara aparır. Təzədən nəyəsə binəcəyik hə? Yoxsa düşürük ancaq. Hə, gedək. Gedək görək bir dənə. İndi arxa tərəfləri çəkəcəm baxarsınız. Azərbaycan Respublikası Mərkəz Bankı. Xoşum gəlir Milli Bankdan. Çox xoşum gəlir. Nə şirindir o. Axırıncı dəfə Xalqlar Dostluğundaydı və biz ora çox gedirdik, çox şey alırdı. İndi isə təzə yerlərinə gedirik və sizinlə çəkilişlər elədim ki, bir yerdə gedək, bir yerdə görək. Əsasən də paltar səbəti üçün getmişdim, amma balaca mini olduğu üçün mənə sərf eləmədi, bir dənə onu almadım. Qalan nə istədimsə baxdıq və aldıq. İndi isə siz baxın. Qulaq vururum belə bir şeylər Hadi rahat olur adamı. Aa, bu gaz şeydi. Gaz burada o kadar. Yok, bu gazı yandırmaktan ötürü zajgal kalır. Diş için. Ha, bu şey diye esmaldı. Şey salırsan içi düşüyor. Kaş. Yaxşıdır. Candakiləri burada olmalı, digərləri yoxdur. Candakiləri bu gelir. Yaxşıdır. Nədir? Işıqdır, ipdir. Kadar tapanmadım ya. Evet. Anladım. Ne yazdı? Antişan mı? Deməli baxaq. Belələri var, bir otursa yaxşı deyək yerlər. Götürürəm. Ad günə deyək. Yaxşıdır da, hə, neyirsən? Yoxsa içinə baxın, yoxsa görünməyir. Arxadan götürür. Arkadan götürürəm. Hə. Şundan belə şamlar. Bundan biri var. Bir şamlar. Eski şamlar müsaade yapalım. Altına Belə tercih. şamlar 50 qəpikdir. Sonra baxın, burada belə şeylər də var. Çox qəşəngdirlər. Biz indi yeni il qutarıq, amma var da istəsiz gəlib əzəl ala bilərsiniz. Sonra belə əzənlər var, sarımsaq əzənlər.
Abi ne yapıştan çıkacağım? Nedir? Adı yazıp yazıp. Ha, herhalde. Ben onu tuturdum. Sergi hansın istesi de eşitlersin. Eymiş iyi. Ha, bu tarafta yazıp. Nedir? Tamam. Böyle silgi şey varsa sen bir manat dedim. Ne geçen kofi şeylerini zıylısın hazırlıyor koy. Doğru, sen getirme. Ne? Bunlar ama qiymətlər yəqin fərqli. 2 manatdır bunlar. Sonra baxın belə kapır kəsənləri var 1.50. Sadəcə 1 manat. Sonra bax bunlar 70 qəpik. Çok güzel her yer. Şu an daha böyle var. 1.90 var. Bunlar 1.30. Dam istəyirəm. Yaxşı değil 1.90. Deyim qoy baxım görüm. Dam isti 1.90'dır baxın. İşte bu kadar bizi balacadır. Biz ona bir manatadır. Kıyıkeler de. Deyim qoy. Belə şıbıqalar 1 manatdır. Çok tez kalır. Buradan acı nazik deyil. Geçen sıkıyor. Baxın görün nə qəşənglərdir. Sonra belə şüşə götürənlər var. Yaxşı 1 manat. Nə? Sollar böyle kalın içinde. Bax 1 manata şotkalar. Bir tərəfi belə, bir tərəfi belə. Bax bunlar tualet üçün ətirləndirici. Qızıl gülünü götürür. Çox qəşəng ətir olur onun. Bax belə persol var, hə, persol var. 1 manata. Bunu da götürürəm. Qoy. Aynı şey. Hava değiştirici 1.50. Ha. Düzgün de var. Ama Pultlar üçün bunun kalsın Qab. böyle. pult üçün silikon. Şimdi 1.50. Sonra baxın. Belə. İkili var. 2 manatdır. Nədir o? Ama balaca cip-ciplər üçün, bizim cücələri üçün. Yox, indi görüm o paketlər mənə istədiyimdəndirsə alaram. Sonra ayaqqabı bağları. Krasovka ipi bağlanmasın deyə. Əsl zinətlik. Amma yox, o öyrənsinlər. Belə rahat şey istəmirəm mən. Aşağıda var. Öyle çok şey. Mən hələ çayı belə doldursan, atırsan içinə qəşəng. Yazıb üstünə. Bax, belələri var. Deyim görüm, harada gördüm qiymət? Nəhlə sənədə 1.70. Yok, kara boz 1.70 atarsan başkasını alsın. Onda qəşəng rəngini seçim. Bir çaydan yani. Görürsən. Bunlar ağızdan niyə enir? Bunun ağzı hiç balacadır. Sonra belə şeylər var. İşıqdır yəqin ki bunlar. Hər cürəsi də var. Hə, işıqdır. Baxın, buradan yeri var. Tokat aranda işıq var. Çok güzel. Çakıl zaten. Çakal o. Ne sevdim? Yaxşıdır. Bu qalsın. Taxta qulluğu istəmirəm. Bir manat sadece bunlardan götürürler. Onlar ilk kəsməkdir. Bu nədir? Bana çakıl. Onlar çərəzaq belə nazik uclu bıçaqlar üçün. Belə ələklər var. Bir dənəsi 1.70 qəşəngdir. Bax belələri var. Üçlü, altılı bir yeri 1 manat. Setka aldığını görüyor. Hansı setka? Setka ha. Yox, o setka yox. Ha, bunlar yaxşıdır. Bir manat diyor. Ha, 1 manat. Paçka da. Götürün. Götür, götür. Götürün. Ay, ay. Deyir. Evet, burada dam yıxdı. Buna deyirlər. Yaxşıdır, yox. Bu patsan olur. Sonra baxın, burada belə şeylər var. 4 manata. Hansından istəsəniz götürə bilərsiniz. Gəlin. Bıçaq şey istəyirdim ya mən. Yok şöyle. Nə? Günüden şu bir manat. Kılıçta bir manat. Ha, Dışkısına Okey, saklayacağım o yüzden. yol ver. Baxın belə led işıqlar var 1 manata. Yəni hər formada, hər ölçüdə var. Bax belə var, belə var. Nə oldu? Arxası boşa gəlmədi. Yox, Yekələri də var. 1.50 yekələri deyir. Işık değil mi ışık? Hələ işıqlar var da. Kramp başlıkları bize. Sınıqda vuranlar. Bunlar ne de biraz da 2 tane veririz daha. Ne abi usta için. Ha. Ustalar turşdu zatda belə şeydir. Setkadır. Yəni bıçaqlar heç yaxşı baxmam. Bir dənə bıçaqlara baxın. 1.50-yədir bu maçalkalar. Bıçaqlardakı 1.50-dir. Bıçaqlar da budur. Götür onu götür. Yaşı rəngin götürək yoxsa? Götürək də fərqi yoxdur. Əsas tərpənməsi. Burada çeşidlər çoxdur. Buradan atla. Belə rajoklar var, bel qaşıyanlar var, bax belə antikvar bıçaqlar var.
Nə, acınan. Daha həmişə belədir. Gör hardan basarsa gəlmir. Nədir? Nə? 200'lü skoç. 200'lü skoçlar da. Naşniklərə baxıyorum. Yəni onun baterkası xarab oldu evdə. Baterkası yoxdur. Belə şeylər var. Onu saxladım onu da gələndə. Yaxşı elədim. Bax bunu deyirəm. Nə yaxşı bir mata. Ayaqlarımla, hamamla. Bu ədədi bir manatdır, yox. Əldə. Beləsi var. Beləsi var, beləsi var. Bunların. Bundan beri görürsən. Biz eyni şey götürürük. Sən mən birini götür, bunu qoyaq. Necə istəyirsən? Rəngarən qoyaq. Mən dəydim, töküldü. Çox sağ ol. Bunlardan götürür, sonra bunlardan götürür. Bunu bir sənə götürdüm, başına bax. Bunu biraz zəifdir, başı gezdirəcək. Fərqi nədir? Şam-şamdır da. Baxın, bayram üçün görün nə qəşəngdirlər. Hərəsi 1 manatdır. Baxın. Yani. Belə şeylər var. Bunlar sabunlardır. 50 qəpik, bu buz taxtadan deyil. Mən taxta boş dedim. Taxta var da qabaqda. 50 qəpik. Nə yaxşı. Götürək. Götür. Bunlar da 50 qəpik. Bunun ikinci mərtəbə. Padvalı da var. Biz birbaşa 1'e girmişdik. Padvalına düşürük. 19 manat. Baxın da. Baxın belə var. Şöyle var. Burada sərgili akuratını düzüblər. Bunun için almışdıq biz. Özünü çəkir. 1 manat almışdıq. Burada neçədir? Yox, bu böyüyüdür 1.30. O balacasıdır. Birini mən 2 aldım da ama deyəsən. 1 manata. Yox, yəni sən bu aldım da. 2 dənə götürdüm da. Baxın, belələri var. 3 əlli balacasıdır, amma çox qəşəngdir. Bağlı 4 manat biraz böyükləridir. Bunlar tük çıxartmaqdan ötürdü yəqin. 1.50 belələri də var. Aha. Pingvin kuluklu. Pingvin kuluk alın belki. Yox, yiyirəm. Yuxarıda qoyduq. Hə, səbəti. İçi bu. Gedək. Burada nə qəşəng şeylər var. 1 manat 50 qəpik güldanlardır yəqin ki. Buna baxın. Gözəlliyə baxın. 2 manat 50 qəpik. Bu yəqin ki ələkdir. Bax, xanımların cənnət dediyi yer. Yəni. Tapmısan? Hə, böyüyü var görəsən ona. Onu olsun daşıdım bilmirəm. İçini yığıb aparacaq daha. Belə asılqanlar da var. Zavarım var. Böyle. Belələr də var, belə bir şeylər. Maçalqadı yumaqdan ötürü. Ayaq altılardır və orada veşilkalardır. Organizerlər deyil, tapdım. Onu götürürəm. Onu rahat onu iç. Neçədir? 1 manat 50 qəpik.
Bir 50 idi, yadımdadır. Bu ne nasıl şey? Bir 20'yə. Lər də var. Bunu bilmirəm qiyməti neçədir. Çox qəşəng uşaqlar üçün yığ. Belə götürüb aparsınlar. Ruçka dəftəri, ruçkalar, karandaşlarını. Baxın, əsl sizin istədiyiniz veşilkalardan axtarırsınız 3 manata. Baxın, görün nə gözəldir. Şərf üçün, sonra şalvar üçün çox qəşəngdir. Amma belə asılqanlar var 1 manata. Nə istəyirsiniz? Görürsünüz nə qəşəng, həqiqətən də. Çox qəşəngdir. Bu da 1 manatadır. Bunu tərəddüd edirəm, alım almayım. Sol altında qalmışam. Belələri var. Bu neçədir? Can, gəl. Gedək görək əli nədir. Belə tabrikçələr var. Tabrikçə. Burada belə var, bir yerində. Onu qoyarıq. İki renkli. Olsun da. Onu qoyarıq. Onu götürərik. Niyə o qəşəng var? O fərqi nədir? Maçalka da. Deyir, onu o iş bağışla. Ondandır da. Mənim üçün maçalka. Biri belədir. Olsun da. Baxın həcminə. O iki adam. 2, 4, 5, 2, 4, 6, 8, 10. Bunu götürək. Ha, say çoxluğu. Bundan mənə ikinci aylı almışdı. Ama heç işlətmədim. Deyir bundan. Ha. Bu silgilər də belə deyək 4.90 idi, çox gözəl idi və mən unutdum bunu almağa, amma növbəti dəfə gedəndə onu alacağam inşallah. Bir də buraya elə sanki 20-30 manat götürsəz, 200 sumka dolu ağzına qədər rahat şəkildə hər şeyinizi alıb, istədiyinizi alıb çıxa bilərsiniz. Biz belə elədik. Maşallah olsun. Xırda-xırda yığdıq, gözümüzə çox göründü, amma pul azlıqdır. 2 manata. Çaşkalara bak. Neçədir mənim maraqlıdır. 4 manat 80 qəpik. 4 manat qədər şeydir, 5 manat. Belə balacalar da var, böyüklər də var. 1.70'e buna baxın. Çaşkı. Dəm çaynikləri var burada 6 manat, 6.50 var. Bizim də çaynik də xarab olur. Grafinkalar var, 2.30'da ay var. Bəli. Bax burada belə çaşkalar da var. Buna bax, gəlin. Gözəldir, gözəl. Gəl. Var için ha. İstediğim mi? Böyle bir manata yaxın. Aynı şey de onlar. Ha. Bu farkı var burası. 10 metre, 10 adette. Aa liste bu. Bu liste. Streçimiz var, streç götürdüm. Hiç yok değil mi? Ve yukarıda streç filmde. O. Bu da streç yazıp da. Bir manat. Yaxşı yandır, al sana. 10 metre geçin. Bu qiyməti neçədir? Benim de 1 manatdır. 1 manat verin. Direktliği şeydir. Harikam var ya. Harikam var. Şuna bakın. Götürün. Ha. Bak belə saxlama termos çantalardır. Oklalardır. Görürsünüz. Vinillerdir. Belələrdir. Gör nə qəşəngdir. 2.50'dir. Belə qabın içində çox maraqlı bir şeydir. O belə 50 qəpiyə. Cənnətdir, cənnət. 1 manat 20 qəpik. Peynirçi babaya geldik. Şimdi Açılarına bakalım. Koy. Peynirçi babadayım. Ne pekmez. Burada da çok qəşəng bağlamalar var, turşulardır. Ha. Zeytinyağları. Kuru meyveler. Təzə ballar. 30 manatdır. Kilosu. Bana biz pişmaniye niye açmırıq? Ha. 7.90'da. Ha. Aslında. Ya. Pişmaniye tapmışıq.
halva. Kağıt helva. Biz Türkiye'de dedi ya kağıt helva. Onun qiymətini için bilmiyorum ama. Koska diye. Vallahi Koska diyor. Koska tapmayacağım. Burada mı Koska? Koska. Demek Demin son şarkı. Bu nedir? Nohullardır. Bu halvası halva. Benim gelir Koska'dan ötürü. Mustafa'dan ötürü. Yaxşı değil, forma belə toxum Fırman belandır. Şık şeyler burada. Rahat lokumlar. Lokumlar ha. Yine tefis değil. Peynisi var. Koku görmeye sonra bir pişmaniye getireceğim. Yani yine çevireceğim özüme. Sütlü koku. Çok sütlü, bu sütlüdür. Bak sütlü koku. Bu Osmanlı kahvesi. Bizde şey de var diye Osmanlı. Tosmak lazım burada. Aşağıda da var çay kur. Bunlar çaylardır. Kofilərin qiymətləri çox yaxşıdır. Biz Hafız Mustafa'dan sevirik deyə. Və burada da belə çərəzlər var, qoz, fındıq, nə bilim, fıstıq. Bu bitkilərdir. Qantəpə otu. Çoban yastıqdır, hər yerin qantəpə otudur. Yemişəm. Bitkilər var, mən ürəyim gedir bitkilərdən ötürü çaylarını sevirəm. Ədiyyatlardır, makaron. Gel burada makaron tapmışıq. Yağmur bizim makaron endirimde yazılı. Çelevik. Bir yerini vereceğim. Biraz şey istiyorsan mı? Yok isteyiyor, bilmiyorum. Şey diyecek ya yok. Yapışmayız ya. Birini götürdük yok yarım. Hoşumuz gelse yine alalım. Hırsız girmişik bura. Her şey ətri çok güzeldir. Kofle bak. Aynen. Kuru kahve içecek. Badımdan istiyorum. Nasıl qiymət yoxdur. Bir tarafta var. Ay sahil, karışnovayla, kakaola şey. Orada tapdıq, bax görsətsiniz. Yok hala gelip evde göstereceğim ona. Neler aldığımızı evde göstereceğim size. Bir şey İyi gedirik. Gel Ayana belə. Şeyi de aldı. Ondan sonra Biz özümüz de burada. burada, şey burada, mesela Araz burada, bura burada fazla. Artık o sahip elimizde o bir favorite de girseydik biraz bir de şeyler. Anı. Ha. Saf gidelim. Gittik. Şey özümüzü sokmuyor. Ben o tarafı o yolu sayma benzinler Yok arada özümüz de düşək də. Deyir. Ahır ki bizi de təbrik edən oldu. Bravo. Son favorit buradadır. Bu favorit premiumdur. Hepsi bir yerde tapılmayan şey buradadır. O da zabitler bağlıdır. Bak. Ona. Və 55'li üçlü bəli. Bu bravodur. Bak gördük ki şu öncüzü bu böyle geçesi 5.9'a düşür. Ne yaxşı. Bu nə? Əslində mən bu videoda məscidin adını səhv deyirəm. Bildiyimizə qədər bu göy məsciddir və yanından keçib gedirik üzü evə tərəf. Biz orada keçib çəkmək istəyərdim. Amma vaxtımız yoxdur çünki iftara çatmalıyıq. Bilirsiniz ki bu günlər həm Zeynəb, həm də Vəli oruç tutub. Deməli, evlərin görünüşləri çox xoşuma gəldi. Dedim, qoy sizinlə də çəkilişim. Bura xatırlayırsınız, yəqin ki xatırlayarsınız. Bizim uşaqlıqda gəldiyimiz sirkdir. Remonta bağlanıb, təmirətdə, belə deyək. Yoldaşım arada Azərbaycanca düzəldi. Əslində, ibtidai müəllimə mənəm. Nəysə, bu binaların görünüşü çox xoşuma gəldi. Bir də baxın, bunun interesting bir görünüşü var bu binanın. Çox xoşuma gəldi. Bir də bura. Və yoldaşımla gələrkən yolda danışırıq ki, Allah qismət eləsin, gələcəkdə biz də belə bir zdaniyada, əslində biz zdaniyada qalırdıq, amma indi novostroyka istəyirik. Allah yetirsin, amin, 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 amin inşallah. Bu binanın görünüşü çox xoşuma gəldi. İndi gedirik, nələr aldığımızı sizə evdə göstərəcəm. Çox şey almışıq, Peynirçi Babadan da aldıq, Temir Store'dan da aldıq. İndi də
Gedirik quru meyvələrə, oralarda çəkəcəm sizə. Və Novostroykalardan sonra belə köhnə evlər. Amma sənə deyim ki, köhnə evlər də qəşəngdir. Bura xarici dillər. Universiteti. Bura xarici dillər universiteti. İndi hayana dönürük. Yol keçirik. Burada koydu svetofor yansın. Çox qəşəng də olar da o cam balkonlar. Hava çox soyuqdur, həqiqətən də çox soyuqdur. Amma buna baxmayaraq cəmaət Gəzintimiz devam edir. həm gəzintimiz davam edir, həm də cəmaət çox yaylanıb olar. Və bu günləri ancaq marketlər gəzirik. Və indi də gedirik başqa bir marketə. Görək inşallah başımıza nə gəlir Allahın köməyi. Ali Baba çərəz evi mağaz buradır. Biz oradan Onu gördüm. Biz əslində Türkiyəyə gedəndə O ancaq elə hər yerdə satılmır. Ha. Görsən Peynirçi Babada var. Türkiyə. deməli biz Türkiyəyə gedəndə İstanbula biz kuru kafecidə fikirləşdik ki, bir dənə kofe alarıq. Yəni dadına baxma. Zaten Hafız Mustafa bilirdik kofelər necədir. Ama kuru kafeci bilmirdik. Oradan ala bilmədik. Qismət olmadı da sanki. Gəldik Bakıya, Pendirçi Babada. Ondan tapdıq. Peynirçi. Bura. Geldik yine bura. Çok qəşəngdir. Banan, her şey var. Bundan önce bir balaca qazı olur. Yemişdir, əncirə var. Her şey var şimdi. Ama şeyde o əncir açıq. O şeydə Gəlir. Çok enteresan. Burada şey de var ya. Və baxın bunlar qədimi evlərdir. Çox ləzzət eləyir. Düzdür, köhnədir, sökülür, dağılır. Amma mən qədimi şeyləri sevdiyim üçün, ancaq mağazin. sevdiyim üçün ona görə yəni qədimilik başqadır mənim üçün həyatda. Abed yazdı böyle. Bizimkiler gibi oradan geliyor. Öyle de çünkü bu böyle porsiyon şeyleri de işte 600-600'ler koyuyorlar. Ama sırf o onun için değil. Mesela sen abed vaktinde, lunch değillerde. Sen mesela normal vaktinde gel otur. Mesela o olacak 8 manat, 10 manat. Bildim. Sesin de düşüyor bu arada. Senin taşın olmaz. Al çek sen bir şeyler sen. Gel. Gül camalımızı görsünler de. Yolu kesildi. Bu da düz 28 manat. Ya ne yapmış birbaşa çıktı bu sıra. 28 manat. Sen şerimin yanına aparam. Oranı görsen. Ha, o tarafa geldi. Oradan ben düz 28'in üstünde işləyirəm ya. Mahal filan işləyirəm. O birisi kimi saatlarla, kilometrlərlə yol getmirəm. Maşın yolda geçiyor. Sabahın xeyir. Qudret, gənə fövqəladə iclasdır. Qudret çıx gör seçicilər nə deyir? Sizin üçün oxudu müğənni Bilal Əliyev. Sağ ol. Şahsen. Baxın. Bilirsiniz mən bu məhəlləni görəndə nəyə bənzədirəm? O şey məhəllə var ya, məhəllə kinosu. Bizim məhəllə kinomuz. Eliş Roşka. Məzi, rəhmətlik aktyorumuz. Görün nə gözəldir. Çox qəşəngdir. Çox xoşuma gəlir. Qədimiliyə niyə bu qədər aşiqəm? Çox aşiqəm. Baxın belə. Oradan belə qalxırlar üzü yuxarı. Mərtəbə evlərdir. Nə məsələdir? Biz sizin həyatı sökmək istəyirik. Yerində də möhtəşəm Ama sen bir... bizim ait söksen.
Mən sənin həyatını sökərəm. Həyatı sökürük, yerində də 16 mərtəbəli bir bina tikmək istəyirik. Anladamay bas bayram əhlədən. El eləmə ki, sana burada 16 mərtəbəli qəbir tikin. Qəbir yox, mavzəli. Abi çirin dana, saç olun. Söz soruşuram. Peron yoxdur ora. Və bura avtovağzal deyil. Dəmir yol var. Dəmir yol vağzalıdır. Allah qismət eləsin. Dəmir yol vağzalı ilə harasa bir istirahətə gedək. Allahın köməkliyi ilə yenə gözlə gələcəyəm. İnşallah gözlə gələcəyəm. Saatı bilsəydik şeylə də getmək olardı, elektrik şeylə. Bu öyrənmək olmaz burada. Bir şeylərdir, baxın. Mənim kartımdan sən gedəməyəcək. Gələ kart olar ya da bilet alır. Kartla gedək bilet almış. Hə, bilet almış.